Peyğəmbərimizin öz həyat yoldaşı Ayşə xanım nəql edir, deyir ki, "Ma ra'aytu minan nas." Həzrəti Fatimə barəsində bizə nə xəbər verə bilərsən? Xanım, sən Peyğəmbərin həyat yoldaşısan, o da Peyğəmbərin qızıdır. Biz çöldə, bayırda görürük müəyyən məqamlar, Həzrət Peyğəmbərin Fatiməyə qarşı münasibəti. Amma sən evin içisən, sən Peyğəmbərin zövcəsisən. Nə deyə bilərsən Fatimə haqqında? Xanım Ayşə deyir, "Ma ra'aytu minan nas ahadan əşbəhə kəlamən və hədithən bi Rasulillah min Fatimə." Deyir ki, cəmaatın içərisindən kim olur olsun fərq eləməz. Elə bir adam görmədim ki, Fatimədən savayı, elə bir adam görmədim ki, onun danışığı, onun rəftarı, onun yol getməsi Peyğəmbərə bənzəsin. Həzrəti Fatimə-i Zəhra haqqında mən nə deyə bilərəm? O danışanda elə bir Peyğəmbər danışır. Onun kəlamı, onun rəftarı, onun bütün həyatı elə bir Peyğəmbərdir. Həzrəti Fatiməni görən elə bir Peyğəmbəri görür. Heç fərqi yoxdur. Sonra bir-iki dənə nümunə deyir. Kanət izə dəxələt aleyhi, elə ki, Həzrəti Fatimə gəldi Peyğəmbərin yanına, özü də kanət izə, hər zaman belə olub. Bir dəfə olmayıb ki, belə olmasın. Hər zaman belə olub. Necə olub? Deyir, dəxələt aleyhi, elə ki, Fatimə gəldi, daxil oldu Peyğəmbərin yanına, rəhibə biha, Peyğəmbər qalxardı ayağa. 100 dəfə əgər bu hal olubsa, 100 dəfədə də Peyğəmbər qalxıb. Olmayıb ki, məsələn, bəzisində olsun, bəzisində yox. Və qəbbələ yədəyha, hər zaman belə olub. Nə vaxt görüşdülər, Peyğəmbər buyurur ki, Həzrət Fatimənin əllərindən öpərdi. Və əcləsəhə fi məclisihi, aparardı Peyğəmbər Fatiməni, otuzdurardı öz otduğu yerdə. Özü o tərəfdə oturardı. Harada ki, özü oturmuşdu, gətirərdi Fatiməni, orada otuzdurardı. Yukəssir təqbilə Fatimə, Fatimiyə elə nəvaziş göstərərdi. Onun əlindən, üzündən, gözündən o qədər öpərdi. Axşam olanda Fatimənin alnından öpməsəydi Peyğəmbər yatmazdı. Sən əlaqəyə bax, əlaqənin şiddətinə bax. Heç bir ata övladına bu münasibəti bəsləməz. Yəni bir dəfə olar, 2 dəfə olar, 3-cü dəfə deyər ki, da bəsdir də, bu ağını çıxartmaq olmaz ki. Bir dəfə, 2 dəfə bilindi ki, belə. İndi ürəyimdə istəyirəm, ürəyimdə məhəbbətim var. O özü də bilir ki, mənim ürəyimdə. Amma Peyğəmbər ürəyində Fatimiyə o qədər məhəbbəti var idi ki, onu bir zaman olmayıb ki, Fatimə ilə ünsiyyətdə büruzə verməsin. Hər zaman büruzə verib. Biz insanlar çox zaman büruzə vermərik. Bəzən büruzə verərik, qalan ürəyimizdə saxlayarıq. Amma Həzrət Peyğəmbər olmayıb ki, büruzə verməsin. Hər zaman belə olub. Buyurur Ayşə xanım, hər zaman belə olub ki, Kanən nəbi izə rə'a Fatimə fərihə. Nə vaxt Fatiməni görsəydi Peyğəmbər, sevinərdi. Qəmgin halda, narahat halda Peyğəmbər oturub. Birdən Fatiməni görsəydi, Fatimə gəlsəydi, bir Fatimənin səsini eşitsəydi, bir fərihə biha, Peyğəmbər sevinərdi. Bütün qəmi, kədəri Peyğəmbərin gedərdi. Fatimə belə bir insan idi. Özündən soruşurlar ki, Fatimə kimdir? Da bu münasibəti ki, görürlər Peyğəmbərdə. Deyirlər ki, bu Fatimə kimdir? Yəni övladdırsa, bizim də övladımız var. Övladdırsa, başqa övladın da var. Axı bu Fatimə kimdir? Peyğəmbər buyurardı ki, Fatimə hura'u insiyyə, insanların hurisidir. İnsanların hurisidir. Bilirsən kimdir? O adamdır ki, fəkulləmə iştəqtu ilə raihətil cənnə şəməmtu raihətə ibnəti Fatimə. Elə ki, cənnətdə bir meyvə yemişəm, istəsəydim onun ətrini duymaq, gedərdim Fatimənin yanına. Cənnətdəki meyvənin iyini, cənnətin ətrini mən Fatimədən alıram.
Və Fatimə belə bir insandır. İndi Peyğəmbər gəlir Həzrət Fatimənin evinə. Hər zaman deyir, gəlsəydi, görüşsəydi, deyir, Fatimə-i Zəhra da Peyğəmbər üçün qalxardı ayağa. Bu məqam sahibi, o da məqam sahibi. İndi iki məqam sahibinin burada ata-bala münasibətini qoy kənara. Bunlar ikisi də məqam sahibidir. Biri Allahın Peyğəmbəri, biri də Allahın ən çox istədiyi Peyğəmbərə verdiyi hədiyyə. Biri Peyğəmbərdir, biri də Allahın hədiyyəsi. Bu kişi kimdir? Allahın Peyğəmbəri. Bəs bu xanım kimdir? Allahın Peyğəmbərə verdiyi hədiyyə.